tamı. Belə kəmşirin bir tamı var. Və çeynəmək belə çətindir. Dişlə bağlı problemi olan varsa, boğumbuz varsa çıxa bilər, yəni konkret deyim də sizə. Çünki mən özüm çətinliklə çevirəm bunu. Saqqız kimi. Bəlkə biraz da iris konfeti o necə çeynəyəndə yapışır da dişə. Bax, elə bir təəssürat yaradır adamın ağzında. Ama düşünürüm ki, bu beşə çayla içsək, çay bunu yumuşaldar. Ben hazırda bunu çaysız